Birlikdə 8-ci sualın izahına baxaq. Bu illərim ən çox şübhələndiyim suallardan biridir ki, ətraflı suallardan birinə gələ bilər. Deməli, DY-ni bizə verib 3 sm, AD-ni verib 4 sm. Deyir, BK bərabərdir 2SY. Deməli, SY x desək, BK olacaq bizdə 2x. İndi qətlən baxın. DC sizdə 3 ilə x-in cəmidir. DC də AB-yə bərabər olduğuna görə AB-yə də deyəcəyik 3 üstəgəl x. Həmçinin burada düzbucaqlı olduğuna görə ADY də düzbucaqlı üçbucaqdır. 3, 4, Pifaqordan AY-ni tapırsınız 5. Amma imtahanda nəzərinizə çatdırım ki, bu 5-i yazanda necə tapdığınızı qeyd eləməlisiniz. Yəni Pifaqordan orada tapın 5 yazın, beynimdə düşünüm ki, Pifaqordur. Onlar sizin beyninizin içini bilmirlər. Yəni nədən tapdığınızı qeyd eləməlisiniz. Ona görə də yazmalısınız ki, AY bərabərdir kökün altında 3-ün kvadratı üstəgəl 4-ün kvadratı. O da kök altında 25-dən çıxacaq sizdə 5. İndi bu ADY üçbucağı ilə AKB üçbucağı bir-birinə oxşardır. Bu oxşarlığı necə göstərirsiniz? Bu bucağa alfa desəm, çarpaz olaraq bu bucaqda alfa olacaq. 90 alfa, avtomatik üçüncü. Bu bucağımızda olacaq beta. Həmçinin bu bucaqda olacaq beta. Çünki 2 bucaq eynidirsə, avtomatik üçüncü də eyni olur. Yazırsınız 3 bucaq A, D, Y. Oxşardır. Diqqətlə qulaq asırsınız mənə. Bu bir üç bucaqda oxşarlığı necə quracaqsınız? Birinci A bucağını qeyd eləmişsiniz. A bucağında sizdə betadır. Bu birində isə beta bucağına uyğun B-dir. B-ni qeyd elədim. Sonra D-ni qeyd eləmişsiniz. D 90 dərəcədir. Bu birisində 90 dərəcəyə uyğun K-dır. Deməli, K-nı qeyd eləməlisiniz. Növbəti AD, Y-ni qeyd eləmişsiniz. Y-yə uyğun alfadır. Burada da A-ya uyğun alfadır. Ona görə də A-nı qeyd eləyirəm. Olacaq AD-nin BK-ya nisbəti bərabərdir. DY-nin axırıncı ikisinin axırıncı ikisinə K-ya nisbəti o da bərabərdir. Birinci üçüncünün AY-nin BA-ya nisbəti. İndi buradan nisbətlərə görə tapacağıq ki, x neçədir. Diqqətlə baxırsınız bura. AD sizdə 4-dür. Yazdım 4. BK sizdə, baxırsınız şəklə, BK sizdə 2x-dir. Yazdım 2x. Bərabərdir. Sonra baxıram DY-yə. DY bizdə 3-dür. KA. K-nın qiymətini bilmirəm, olduğu kimi qalsın. Sonra AY. AY bizdə 5 tapmışdıq. Bir də BA. Baxıram, BA-da 3 üstəgəl x-dir. Deməli, bu ikisinə görə quracağıq. Yəni, bu ikisini çarpaz vuracağıq. İndi baxın, bizdə burada 4 bölünsün 2x bərabərdir 5 bölünsün 3 üstəgəl x. Çarpaz vuranda 12 üstəgəl 4x, 5-i 2x-ə vuranda 10x. 6x bərabərdir 12-yə, oradan da x alıram 2. İndi x-i 2 tapdısa, deməli, digər tərəfimiz 5-dir. Düzbucaqlının bir tərəfini 4 aldım, bir tərəfini 5 aldım. Düzbucaqlının sayəsini qeyd edirsiniz, S bərabərdir A vurulsun B. Tərəfin biri 4-dür, biri də 5-dir. Düzbucaqlının sayəsini aldım 20.